İşini vicdanla görən vəkillərin ən böyük problemi bilirsiniz nədir? Vətəndaşın ağrısını, acısını damarlarında hiss etmək, vətəndaşla gülmək, vətəndaşla ağlamaq, həmin işlə yatmaq, həmin işlə qalxmaq, müdafiə etdiyim müvəkkilinin xeyrinə, məhkəmədə qərar qəbul olunmasına şahidlik etməkdən gözəl hiss tanımıram. Həmin saat, həmin gün, həmin həftə səndən xoşbəxti yoxdur. Elə bilirsən, dünyalar sənindir. Ancaq təəssüflər olsun ki, hər iş qalibiyyətlə sonlanmır. Bax o zaman vəkil işin sahibi olan vətəndaşdan daha çox acı, daha çox əzab çəkir. Həmin gün adam özünə gəlmir. Həmin axşam yemək boğazından keçmir. Həmin gecə gözünə yuxu gəlmir. Hər uduzulan iş vəkil üçün dərin depressiyadır. Vəkil öz şəxsi həyatı ilə yanaşı müdafiə etdiyi müvəkkillərinin də həyatının ağrılarını yaşayır. İndi ritorik bir sual verirəm. Dünyada başqa belə bir peşə varmı? Diqqətiniz üçün təşəkkür edirəm.